Salam dəyərli şagirdlər. Bugün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 4-cü sinif Azərbaycan suallarını sürətli bir şəkildə birbaşa cavab açarlarını qeyd edəcəm. Hansı sualın ətraflı izahını istəsəz, videonun şərh bölməsinə yazarsınız. Orada geniş şəkildə sualı bütün variantlar üzrə izah edərəm. İndi isə birbaşa cavabları deyək ki, şagirdlər tez yoxlasınlar. Birinci cəsurlar mətnindən başlayaq. Yəqin ki, şagirdlər bunu diqqətlə oxuyub, yazıb. Mətndə 4 nəfərdən bəhs olunur. Hansı hadisədə olan 4-də iştirak edir? Ən sonunda 4 nəfər, yəni evə qayıdırlar. Sonra onlar birlikdə evə getdilər. Mətnin sonuncu cümləsi. Deməli, 1-də D. Evə qaydanda. 2-də hansı fikir səhvdir? Deyir, atanın birlikdə getmək təklifi uşaqları sevindirir. Ata demişdi ki, uşaqlar siz evdə oturun, mən ananızı qarşılamağa gedirəm. Uşaqlar özləri xahiş elədi ki, bəs bizi apar. Yəni, ata birinci tək getmək istəyirdi. Ona görə də burada 2-də D-ni götürə bilərik. Bu da belə. Gəldi 3-cü suala. Təəccüblə burada heyrətlə. Yəni, bu ilə əvəz eləmək olar. 3-də C. 4-də mətndən seçilmiş hadisələrin ardıcılığı necə olmalıdır? Deməli, ata Vaqiflə getmək istədiyini deyir. Bir dənə baxaq burada. Vaqif də deyir ki, mən də anamı qarşılamağa getmək istəyirəm. Deməli, 3-ü götürsək, sonra ata plaş geyinməyə tapşırır. Burada diqqət eləsək. Ata deyir ki, plaş geyinin. Sonra ata görür ki, yəni çox belə deyim də, hava kəskin şəkildə dəyişib. Deyir, külək az qala, yəni çətirlər uçursun. Ata deyir ki, gəlin geri qaydaq. Ona görə 3, 1, 4, bir də, özür istəyirəm, 2. Ata uşaqların görməsindən keçirir. Burada var idi. Qabaqlarının görməsi çıxanda ata onları keçirdi. 3, 1, 4, 2. A variantı. 5-də mətnə yeni adı qoymalı olsa hansı ad daha uyğun gələr? Yağışlı gün desək daha məntiqli olar. 5-də B. 6-da hansı cümlə üzrə suala səhv verilmişdi? Məktəbdə sözünə nədə yox, harada suala versək daha düzgün olar. Ona görə 6-da C. 7-də günə baxan boylanır, hey günəşin dalınca, onun üfüqlərdəki son şüası qalınca. Burada hansı fikir deyilir? Günə baxan hava qaralana kimi günəşə boylanır. Yəni deyir, üfüqlərdə son şüası qalıncaya qədər baxır. Ona görə də A variantı daha məntiqlidir. 8-də hansı söz çıxarırsa cümlənin təsir gücü azalar. Burada ədatı nəzərdə tutur. Yalnız sözü burada ədat kimi işləndiyinə görə cavab B olacaq. 9-da hansı nitq hissəsi səhv göstərilmişdi? Baxaq. Necə gözəl hava var burada? Necə modal söz deyil. Gözəl hava var. Necə gözəl hava var? Təsir gücü artıbsa bu ədat olar. 9-da B. 10-cu sualda bir gün İsa uşaqlarla oynamağa getmişdi. Evə çox gec qayıtdı. Bərk yorulmuşdu. Və həyətə girən kimi anası ona soruşdu ki, hardasan ay bala? Nə vaxtdır evdən çıxmısan? Sual verir. Burada hansı fikir səhvdir desək, ana narahat idi, bəli. İsa tək deyildi, bu da bəli. İsa evə gələndə yorğun idi, bəli. Amma İsa gec gələcəyini xəbər verməmişdi. Əgər xəbər versəydi, anası narahat olmazdı. Bu da belə. 10-cu sualda C. 11-ci sualda yağış kəsdi çölü dağı, parıldatdı gün işığı, bəzək oldu yerə göyə, 7 rəngli göy qurşağı deyir. Burada hansı fikri nümunəyə əsasən söyləmək mümkün deyil. Göy qurşağı yağışdan sonra görünür. Göy qurşağını bəzək kimi görünür. Göy qurşağı ancaq dağda görünür, yox. Yazıb ki, bəzək oldu yerə göyə. Deməli, tək yer, göy, yəni bir yerə yox, yerə göyə, hər yerə. Ona görə sırf dağda görünmür. 11-də D olacaq. Keçək 12-ci suala. Cümləyə cədvəldəki səhv sözü seçin. Ağappaq qağaylar sahildə tənbəl-tənbəl uçuşurdu. Cümlənin əsasını təşkil edir, yəni mübtəda xəbəri deyir. Qağaylar mübtəda uçuşurdu xəbər. Ağappaq sözü burada yanlışdır. Ağappaq qağaylar, necə qağaylar? Bu təyindir. Bu o bir tərəfdə olmalıdır. Ona görə də cavab ağappaq olacaq 1-də D. 12-də D daha doğrusu. 11-i qeyd eləmişdik, bir dənə baxın. 12-ci sualda D, ağappaq. Sahildə və tənbəl-tənbəl bunlar ikinci dərəcəli üzvlərdir.
zərfli kimi işlənə bilər. 13-cü sualda nöqtələrin yerinə hansı qoşmalar uyğun gəlir? Dərsdən sonra sinif otağını sərgiyə salmalıyıq. Oxumaq üçün kitab götürmüşdüm. Ona görə də 13-də A. 14-də hansı cümlədə sözlərdən birində def işarəsi buraxılmışdı? Deməli, burada qeyri-adi defislə işlənir. Ona görə 14-də B. 15-də hansı cümlədə mübaliğə işlənmişdir? Yəni şişirtmə. Deməli, həyətdə tonqal günəşdən də çox istilik yayırdı. Yəni, tonqal günəşdən necə çox isti ola bilər? Bu şişirtmədir. 15-də C. 16-da Nuraya məktəb mövzusunda kiçik məqalə yazmaq tapşırılır. Hansı sözün həmin məqalədə işlənmə ehtimalı azdır? Məktəb mövzusunda yazıbsa, müəllim sinif yazı lövhəsi məktəbə aid, amma heykəl, yəni böyük az ehtimaldır. Ona görə 16-da A-nı götürə bilərik. 17-də qırmızı hərflə verilmiş hissəni sual bildirən hansı sözlə əvəz etmək mümkündür? 12 karandaş, neçə karandaş deyə bilərik də? Saydı. 17-də B. Sonra 18-də qruplaşdırmadır sözlərin mənasına görə. Səyyah səyahət edən adamdır. 1-ə C gedər. Mötəbər, etibarlı, hörmətli, məsələn, qonaqlar deyirlər, mötəbər qonaqlar. 2-yə 1C, 2B. Namizəd bir yerə seçilmək üçün adı göstərilən şəxs. 3-ə də A. 1C, 2B, 3A hansı variantdadır? D variantında. 19-cu sualda hansı cümlədə həm isim, həm də əvəzlik, həm də zərf işlənmişdir? Baxaq, isim, əvəzlik və zərf. Bir dənə diqqətlə baxın bura. O dünən kitab oxuyurdu. O əvəzlik, dünən, nə vaxt, nə zaman, zaman zərfi, kitab da oxuyurdu, isim. Nə oxuyurdu? İsim. 19-da C. 20-də nümunənin neçənci misrasında modal söz işlənmişdi? Burada elə birinci misraya baxsaq, bəlkə həmin bu yerdə özə vergüllə işlənib, güman şübhə bildirən modal sözdür. 20-də A. Və beləcə bütün sualları, yəni izahını verdik. Əgər video sizin üçün faydalı oldusa, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. İnşallah növbəti sınaqlarında sürətli bir şəkildə izahını paylaşacağım. Təşəkkür edirəm diqqətinizə görə.